Salam dostlar. Bir iş gəlib başıma. 4 gün bundan qabaq Polni Bak 92 maşına vurdum. Belə deyim, deməyəcəm hardan. Kim istəsə şərhlərə yazsın, üstəgəl qoysun, ona yazaram. Və motor başladı səs eləməyə. Bəli, motor başladı səs eləməyə. Təcili olaraq getdim ustanın yanına. Usta dedi ki, sırf benzindəndir bu. İndi hal-hazırda çalışıram, benzini tam boşaldım və 95-ə keçim. Çünki gördüyüm qədər 92 buna pis təsir eləyir. Siz də zəhmət olmasa biraz asta olun. Mən çox vaxt onu 92 ilə 95-i qatırdım. Əslində eləsin daha yaxşı olardı məncə. Amma bu dəfə 92 tam full bak vurdum və belə bir problem yarandı. Siz də asta olun. Təşəkkür.